Ay Allah. Sosial şəbəkələrdə geniş müzakirə olunan hadisələrdən biri də ictimai qaydanı pozduğu bildirilən və bu səbəbdən inzibati qaydada həbs edilən bir qrup sosial media istifadəçisi ilə bağlıdır. Limon turşusu. Onların arasında limon turşusu adı ilə tanınan TikTok istifadəçisi də var. Biz bu mövzuya təkcə xəbər kimi deyil, həm də sosial media mədəniyyəti və gənclərin davranışları baxımından yanaşmağa çalışdıq. Araşdırma zamanı diqqətimizi ilk çəkən məqamlardan biri limon turşusu adının özü oldu. Bu ad müxtəlif mənalar doğura və fərqli yozula bilər. Lakin burada əsas məsələ istifadəçi adından daha çox paylaşılan məzmunun cəmiyyətə necə təsir göstərməsi və ictimai davranışlara hansı mesajı verməsidir. Araşdırmamız zamanı adı hallanan şəxslərdən Malik Bədəlovun əvvəlki fəaliyyətinə də nəzər saldıq. Şükür Allaha buraxdılar bizi. 5 sutka həbs vermişlər. Onun daha əvvəl oyun məzmunları paylaşdığı, daha adi və mübahisə doğurmayan videolar hazırladığı görünür. Bu baxımdan sonradan mübahisəli və bir çoxları tərəfindən birmənalı qarşılanmayan trendlərə qoşulması təəssüf doğurur. Çünki sosial media insanlara öz bacarıqlarını nümayiş etdirmək, biliklərini paylaşmaq və faydalı məzmun yaratmaq üçün də böyük imkanlar təqdim edir. Əslində problem təkcə bir neçə nəfərdə deyil. Bugün sosial şəbəkələrdə viral olmaq arzusu o qədər güclənib ki, bəzən insanlar bunun üçün hansı mesaj verdiklərini və hansı məsuliyyəti daşıdıqlarını düşünmürlər. Halbuki internetdə məşhur olmaq qısa müddətli ola bilər, amma atılan yanlış addımlar uzun müddət insanın qarşısına çıxa bilər. Gənclərimizin potensialı çox böyükdür. Onlar vaxtlarını yalnız trendlərin arxasınca qaçmağa deyil, təhsilə, şəxsi inkişafa, yeni bacarıqlar öyrənməyə və cəmiyyət üçün faydalı layihələrə yönəltsələr, həm öz gələcəklərini, həm də ölkənin gələcəyini daha möhkəm təməllər üzərində qura bilərlər. Unutmayaq ki, sosial mediada məşhur olmaq uğur demək deyil. Əsl uğur cəmiyyətə dəyər qatan, insanlara nümunə olan və faydalı işlər görən insan olmaqdır. İzləyici sayı dəyişə bilər, trendlər gəlib keçər. Amma bilik, mədəniyyət, savad və yaxşı nüfuz insanın ömür boyu yanında qalır. Bəlkə də bu hadisədən çıxarılacaq ən böyük nəticə budur. Baxış qazanmaq üçün deyil, dəyər yaratmaq üçün çalışmaq lazımdır. Çünki gələcəyin uğurlu gəncləri trendləri təkrarlayanlar yox, onları yaradan və cəmiyyətə müsbət təsir göstərən insanlar olacaq.